1980-ci ilin payızında Mingəçevir şəhərinin 7 nömrəli orta məktəbinin 1-ci sinifinə qədəm qoydum. Sinif otağına daxil olan kimi qarşılaşdığım mənzərə məni çaşbaş saldı. Havada toz, uşaqlar partaların üstündə qışqırıq, səsküy bir-birinə qarışmışdı. Düzü qorxdum. Öz-özümə məktəb beləmi olur deyə soruşdum. Hətta anamın çantama qoyduğu prəniki çıxarıb yeməyə də macal tapmadım. Dərhal əlimdən qapıb apardılar. Birazdan sinifə müəlliməmiz Elmira İsmailova daxil oldu. Onun gür səsi otaqdakı gürültünü kəsdi. Elə bir gölün üstünə daş atdılar. Bütün səslər birdən sustu. Zəhimli idi Elmira müəllimə. Biz də beləcə məktəb həyatına alışmağa başladıq. Mən təbiətən sakit olduğum üçün şulu uşaqlardan uzaq gəzirdim. Daha çox sinifdəki qızlarla dostluq eləyirdim. Amma dəcəl uşaqlar da yaddaşıma hopmuşdu. Başçıları Fəzail idi. Yanında isə Əhliman, Əvəz, İlham, Rəfail, Sənan, Qorxmaz, Soltan vardı. Qonşularım Ruslan Mustafayevlə, Əjdərlə birlikdə məktəbə gedib gəlirdik. Sonralar dost bildiyim Ruslan Zakirov, Müşfiq Saadov və Vüqar Sadəddinovsa mənim üçün ən yaxın sirdaşlarıma çevrildilər. Sinifdə lal dinməz uşaqlar da vardı. Natiq, Sərdar Allahverdiyev və Rəhman. Bir də uşaqlıqdan küsül olduğum Sərdar Bayramov. Əlaçılar Eldəniz və Zahidə, dərsə o qədər fikir verməyən bizlər və Dəcəl qrup. Hərəmiz bir cür, amma birlikdə bir bütöv idik. İllər keçdikcə müəllimlərimiz də dəyişdi. Nüşabə müəllimə sinif rəhbərimiz oldu. Qəmər müəllimə ədəbiyyatdan, Xatirə müəllimə riyaziyyatdan, Almaz müəllimə coğrafiyadan, Fəridə müəllimə rus dilindən, Sədaqət müəllimə fizikadan, Qafur müəllim rəsm xəttdən, tarixdənsə Fərhad müəllim, daha sonra Şərafət müəllimi dərs deyirdilər bizə. Hər müəllim xatirimizdə bir iz buraxdı. Sinif isə böyüdü. İmran, Gündüz, Vüqar Abdullayev, Arzu, Rəna, Ceyhun, Yeganə, Bəxtiyar, hamı öz nağılı ilə gəldi bu ailəyə. Mən isə 8-ci sinifə qədər bu dəcəl, amma doğmuş uşaqlarla oxudum. Sonra Bakıya yollandım. Hər qayıdışımda uşaqlarla görüşmək, hal əhval tutmaq mənim üçün bayram idi. Bizim sinif sanki bir kiçik dünya idi. Orada hər kəsin öz rolu vardı. Zahidə başını kitabdan, dəftərdən ayırmayan, sinifin işıqlı şagirdi idi. Müəllimlərin ümid yeri, bizimsə dayağımız. Mülkiyə dərs oxumağı o qədər də sevməsə də özünü ağıllı göstərməyi bacarırdı. Xədicə ağır təbiəti ilə seçilirdi. Onun gülümsəməsi nadir olsa da sinfi işıqlandırmağa bəs eləyirdi. Sevil istiqanlı idi, hər kəslə mehriban davranır, heç kəsi özündən uzaq salmazdı. Həqiqət dostluğun təcəssümü idi, çətin anlarda yanındakı dayaq, sirrini qoruyan sirdaş. Səbinə isə çox utancaq idi. Sanki sinifdə yoxmuş kimi səssiz, səmirsiz, kölgə kimi yaşayırdı. Oğlanlardansa Fəzail sinifin qoçusuydu. Liderliyi əlində saxlamağı bacarırdı. Əvəz mərhəmətli idi. Kömək etməkdən çəkinməzdi. Qorxmaz adı kimi cəsarətli idi, heç nədən qorxmazdı. Rəfail sinifin yaraşıqlısı idi, amma ona baxanda biraz qibtə eləyirdi. Əhliman indiki dildə desək tam maço idi. Özünə güvənc və davranışı ilə seçilirdi. İmran mənim üçün qürur duyulası dost idi. Əlaçılar sırasında Vüqar Zeynalov da vardı. Zəhmətkeş və bilikli. Dostluqlarımız da fərqli idi. Ruslan Zakirov yaxşı həmsöhbət idi. Onunla danışmaq ayrı bir zövq verirdi. Əjdər sadiq dost, hər zaman düz danışan. Ruslan Mustafayev isə mənim üçün sadəcə dost deyildi, əsl qardaş idi. Bəli, hər birimizin öz yeri vardı. Kimisi şuluq, kimisi sakit, kimisi əlaçı, kimisi də utancaq. Amma hamımız bir sinfin parçalarıydıq. O kiçik aləmdə hər kəs öz izini qoydu və illər sonra belə adlar sadalandıqca göz önünə canlı obrazlar kimi gəlir. Aradan 30 il keçdi. Həyat hərəmizi bir yana apardı. Amma bir gün Ruslan Zakirovun təşəbbüsü ilə yenə bir araya gəldik. İndi görüşlərimiz virtualdır, amma ürəklərimiz yenə bir sinif otağındadır. Sinifimizin bəzi üzvləri artıq başqa aləmdədir. Sənanı, Əhlimanı, Sərdar Bayramovu, Müşfiq Saadov itirdik. Bu adları deyərkən ürəyimdə bir sızıltı hiss edirəm.
Onlar bizimlə deyillər, amma xatirələrimizdə daim yaşayırlar.